Değerli izləyicilər, kanalımdan sizi salamlayıram. Bu günləri fındıq halvası hazırlamışam. Lakin bu dəfəki hazırlama qaydası biraz fərqli usulda olacaq. Keçək hazırlama qaydasına. Əvvəlcə fıstığı qovururam. Təbii ki, sobada qovursanız daha yaxşı. İndi mən tavada qovurdum. Bizim burada 300 qram fıstığımız var. İstəyə bağlıdır. İstəsəniz azaldıb və yaxud artıra bilərsiniz fıstığın miqdarını. Qovrulduqdan sonra qoyuram bir kənara. Tavanın içərisinə şəkər tozu əlavə edirəm. Baxın, burada şəkər tozu 1 stəkandan 1 barmaq başı aşağıdır. Qramla desək 150 qram. Əlavə edirəm tavaya, karameli hazırlayıram. Yenə deyirəm, fərqli usulda hazırlayıram ki, yəni əvvəlcə karameli, daha sonra ərzaqların üzərinə əlavə edib bir dəfəlik hazırlayacağam. Şəkər tozu biraz əriyəndən sonra baxın, gördüyünüz qaydada qarışdırıram ki, tam ərisin karamel. Adətən deyirlər, karameli qarışdırmaq olmaz, özü əriməlidir. Tam mən razılaşmıram bundan. Yəni ola bilər ki, əl dəyməsiz şəkər tozuna əriyib şəkər tozu qaynaya-qaynaya qarala bilər bəzi hissələri. Onda da tam acı olar. Yəni qarışdırmaqda heç bir problem yoxdur. Yetər ki, xodu zəif olsun, qazın xodu. Karamel hazır olandan sonra üzərinə malako, kərə yağı və malako deyəndə üzr istəyirəm, qatlaşdırılmış, yəni süd. Kərə yağı və şəkər tozunu əlavə edirəm. Burada baxın, şəkər tozu yenə də hərəsindən 2 stəkanın 1 barmaq aşağı, yəni hərəsi 150 qramdır. Toplam 300 qram. Şəkər tozu əlavə elədim. Ərzaqların üzərindən kərə yağı istifadə elədim ki, hökmandır ki, kərə yağı olsun ki, çox əla, ləzzətli dad olsun halvanın. Baxın, karamel burada biraz elə bil bərkiyir, sümük kimi olur, problem deyil. Siz onu zəif xodda qarışdıra-qarışdıra axıra qədər bişirənə qədər o əriyəcək orada. Yəni ki, ona görə narahat olmağa dəyməz. Karameli də hazırlayanda, bu şərbəti də hazırlayanda. Yetər ki, baxın, qazın xodunu da burada göstərirəm, zəif xodda olsun, iti xodda olmaz. Hazır eləyəndən sonra qarışdırıram, tam əriyir, karamel də içərisində əriyir və hazır olmağı hiss olunur bunun qaynamağından. Hazır olana yaxın fıstığını əlavə eləyirəm. Burada fıstığı da yəni əvvəlcədən əlavə eləmirəm ki, çox belə bişib sümük kimi olmasın halvanın içərisində. Ona görə hazır olana yaxın axır-axırda əlavə edirəm. Biraz qarışdırıram. Tam hazır olanda da burada tavanı qarışdıranda hiss olunur. Tavanı baxın, burada hiss olunur ki, tavanın alt hissəsinə rahat qopur da, yapışmır. Bu demək ki, halvamız hazırdır. Yağlanmış tavaya və yaxud xalka qoyulmuş bir qaba, istənilən formadakı qaba əlavə eləmək olar. Mən də əlavə edirəm qaba və soymasını gözləyirəm. Tam soyuduqdan sonra tavadan çıxarıb doğrayıram. Dəyərli izləyicilər, bəzi xanımlar burada kommentdə yazır ki, bizdə sümük kimi oldu. Yəni bunun sümük kimi olma ehtimalı yoxdur, mən deyərdim. Və yaxud bəziləri yazır ki, ola bilər mən un qatıram demirəm, hansısa bir sirri var bunun. Baxın, heç bir sirri yoxdur bunun. Mən nə formada hazırlayıramsa, həmən formada da reseptini paylaşıram. İnşallah videonun alt bölümündə də reseptini dəqiqliklə qeyd eləyəcəm. Dəyərli izləyicilər, yəni burada heç bir sir yoxdur. Yenə də qeyd eləyirəm. Yetər ki, bunu düzgün formada hazırlayasınız. Videoya dəqiq baxıb, mən eynən nə formada hazırlayıramsa, o formada hazırlasanız, əminəm ki, istədiyiniz kimi də alınacaq. Burada başqa heç bir çətin, heç bir şey yoxdur. İnşallah da ki, alındırarsınız. Baxın, hazır oldu. Hətta əllə belə bölmək olur. Eynən qədimi fındıq halvası dadında, eynən. Hətta siz bunu fındıqla da hazırlaya bilərsiniz. Hələlik.